Magazin kanalını izləyirsiniz. Ən son yenilikləri qaçırmamaq üçün kanalımıza abunə olun, videonu bəyənin və bildiriş butonunu aktiv edin. İndi isə keçək növbət xəbərimizə. TikToker Baboş və Ləman canlı yayım zamanı Gülsümə görə mübahisə ediblər. Tərəflər arasında gərgin anlar yaşanıb və hadisə izləyicilərin diqqətini çəkib. Həmin görüntüləri təqdim edirik. Boğaz ağrısı üçün pıskırtmadır. Belə ağız açasan, bura çeyizim, o bires gətir. Güclü dərmanlar var. Mamam gəlsin, sən gəlsəm gəlsin. Xaladelikdən su içir da mən kimi. Mitin yeri cəzasını vermirəm. Niyə? Səbəbi də budur ki, o günlər mitin yeri cəzasını verdim və uduzdum. Ona görə bilmirəm, Baboşun cəzasını Sako verəcək. Yəni Baboşla bağlı nə cəza fikirəm. Həqiqətən günayım, minnoşum, qışım. Mən də görüm. Ləymana da mən verəcəm. Mən deyərəm cəzamı. Əslində Sakoya fikirləşmişəm, Tima sən fikirləşmişəm. Sən Allah soyuğa aid vermə, su zat tökməsin. Problem deyil, soyuğa aid vermərəm. Bir vermə, bugün səhər mamamı çağırım. Sən Allah siqaret çəkmə. Tapdın məftun iti. Baboş, itin nə vaxt itib? 25 gündür deyirlər. Bayaq yemək yeyəndə vızıva dördü. İçində nə oldu? 4-də də yadıma düşdü. Yo, indi deyim çıxdım çölə. Burada bütün dərdimizi, sərimizi unudaq da olar. Oyuna odaqlanaq. Yemək yeyəndə məftun calsa it saymırdı, ona görə deyirəm. Nə deyil? Olar. Yaxşı. Oyuna odaqlanaq. Tamam. Niyə çalışacağım maraqlı aparaq. Allah subayların da canını sağ eləsin, boşananların da canını sağ eləsin. Hamı insandır da, uşaqlar. Bəli, Allah bütün qadınlarımızı xoşbəxt eləsin. Amin. Mən sözümü dedim Alıte. Nədə yazmışsam sən deyə bilməsin onu. Səncə kim var Tima burada? Demon. Aşağı lütfen! Burada kimlər var, ağzımızı zırboyarlar yerə. Koketi Vangel. Mən bir şey təklif eləmək istəyirəm sizə. Mənim cəzam amma sabah olacaq. Denən niyə? Sabah rayona çıxırıqsa, mən istərdim ki, bunlara Bərdədə bir dənə palatka toyu keçirək. Ləmanla Baboşa. Ay da, yox da Sako, istoriyadır o. Sənəcə bir dənə palatka toyu. Tamam, of. Bütün təşkilatı mən edirəm. Bu nə de cəza deyirsən Quran? Mən də kirvəsi olaram. Doğrudan ay başqa Baboş, şey bu ol. nə məsələdir? Tima ancaq hər an Məncə sən kirvədən çox başqa şey ol. Kirvədən çox nə Kirvə olur? tənlidir, sən obursuna keç. Mən bu dəqiqə tezdən fikirləşirəm Sakosa. Deyərəm sənə batsa. Dünən məni biabr eləyib, mən orada utanmışam, nələr çəkmişəm. Görüm sana ağırram. Onu fikirləşəm, görüm. Eyni bir şey cəzə olsun. Tima, bugün sən balerinasan. Mənim minnoşum. Bəli. Balerina. İstərdim ki, Baboş da dəvə quşu olsun. Yolun qırağında torpaq gördüm, başını soxsun torpağa. Yo, əylənmirəm də. Dağlar bir də bir sözlər dəfə yazır ya. Nəsmət olsun, mən deyərdim. Anışqa çox sağ olun. Balerina. Nəysə ondan. Dağlara yazdığınız lazım deyil, mən evə keçəl qayıtmaq istəmirəm. Balerin. Oxa girin, təkrar paylaşım vurun. Zaten keçərsən, nə başa düşək? Olsa keçərsən də deyim, sənə fərqi var. Yox, bu keçərin Ay Neyse görüm. sen bugün balerin canım. Maklağaz. Lamşka, o keçərlə bu keçərin fərqi. Allah hakkı ben Maymun döyüşü kimden geldi? Sen çatda kızıştırırlar tövbe. Türkiye'ceyiz. Ay Baboş. Ha. Maman qurban. Ben zaten keçərsən canım. Yüngül ver kim? Xəstəsən, mən də sağ verim. Mən su cəzasız at soyuq verməyin. Qalan nə olur o. Kusuz o kadar cezalar var ki. Bak sen fikrinde bir şeyler var. Bir katkımı göreyim. Mən istəyirdim dünənki inək cəzasını verəm ona. İnək neyini? Sonra çıxır. O yaxşı ceza değil axı.
Həqqi, amma maraqlı idi. Biraz deyib gülməli olsun. Ya. Maraqlı deyil. Mən axıran mühafizəçisini vermək istəyirəm. Çox qəşəng cəzadır o. Pamuk ged o tərəfə. Olmaz, ged oyna. Uşaqlar, mən Sakoya bir dənə maraqlı cəza yazın da. Əşi danışır, da çata eyni sözləri yazmayın. Səndə örtük var, belə Başladılar mətbəxçi. yenə. Nə Aloş. örtüyü? Belə taxırlar. Döşdük. Döşlük nədir? Onda Sako. Döşdük Nə deyil. küçük öynəkdi ay qız, nə narahat. Döşlük nədir bilmədim axı. Siz ona örtük deyirsiniz, biz də döşdük. Hə, döşlüyün var sizin dildə. Yox. Mətbəxdə. Hə? Mən almamışam. Demə döşlüyün var. Bu nədir? Buna nə deyirlər? Fartuk deyirlər ona. Döşlük demirlər, ay baboş. Fartuk. Bizdə hə? döşdükdür də, döşdüyünü tax deyirlər. Döşlükdür Sako. Bağladım. Önlük. Önlük. Döşlük, önlük. Baxamıram abi, telefonda. Önlük öşlük eyni şeydir də. Önlük, hə. Yaxşı, önlük. Tıklayın da uşaqlar Bəli. Qızlar, mən də Ay, deyirəm. öyrənlər əvətdir. Bu günləri baboş o örtüklə, döşlüklə tam hamıya izah olunması üçün deyirəm. Tamerlan deyəsən çox taxmısan, xala qurban. Nə yazmışsan o sözü? O döşlüklə maşallah Timada qəşəng geyinib eləyib. Timanın mətbəxtində nəm-nəm veriliş aparacaq. Nə vermişik? Nəm-nəm. Nəm, o vaxt belə var idi. Nəm. Nəm-nəm. Ev ver də mən sağ ev cəzası Ev- verirəm. Onda nədir? Sibirdir, evdir də onun evi. Ayağın üstünə qoyacaq Tima. Akras papaqsa geyim odur da, stoyka odur. Bugün obrazda olasın. Evin kişisi işdən ac gəlib. Hə, mən qadın oturacağım. Yox, Nəm qadındır. böyük qardaşın ac gəlib. Qardaşımı indi uşaqlıqdan yetimçiliklə böyümüşük. Sən Uşaqlar, eyni sözləri Nəzarət. yazmayın da, xahiş edirəm sizdən, insanlığınız olsun da. Rəsəb keçirdirəm, quram haqqı, sizi blok atmaq məcburiyyətində qalacaq. Orada batmaq işi var. Sako deyirlər puxla batacaq. Tima sən nəzarət edirsən. Əsəbləşirəm Avje. Allah qəlbinizi qırıb atacağım sizi bloka. Örtüklə başında da qırmızı şey. Həmə ona uyğun patsivet də. Saçı zadı çox. Bezdirdilər, prim kasmaq istəyən məndən danışır. Bəli. Qırdım davay bloka. Davay batsın bayra. Davay. Cəhənnəmə düşdüm. Bunlar qrupdan gəlib. Mənə belə adamlar lazım deyil. Bunlar davay bloka. Özlərinə hörmət eləməyənlər. Çəkir pamuk. Sako, mənim qəmana cəzam səhər ola bilər. Əlbəttə ola bilər. Səhər olsun. Ay çox ev cəzası verdi, mən bir də durmalı. Evdir də, ay baboş. Evdir, sarıl evdir. Gedin. Eşsən məni. Şeydir, Ləman, sən uduzsan, səhər gəlib mənim pəncərələrimi siləsən. Problem deyil. Amma qəşəng siləsən, ha. Duracam Elə başımın tək siləcəm. Yürü, elə Yox, şey yox. qəşəng Duracam sil, başımın hadi. üstündə çombaqla. Bir çöldürəm. Hündürdür, mən bir dənə onu deyim, mən bir Ya, dənə. hündür. Altına nərdivan verəcəm. Baboşun evindən hündürdür, amma belə hündür deyil. Sako, mən bir dənə danışa bilərəm. Sako, Hə. mən bir dənə danışa bilərəm. Əlbəttə. Mən Sakonun xətrinə danışmırdım, onun dostuydu, rəfiqəsi idi, nə idi? Canlıya gətirdiyi qız idi deyə. Sətir altı elə bir söz deyərəm, eşidirsiniz məni? Dəymişi dura
çalı tökürər. Mən Gülsümün qəlbini qıracaq ərin əlindən almamışam, bir şey eləməmişəm. Gülsüm mənim qəlbimi qırıb boşanmış qadınların hamısını təhqir eləyib. Başa düşdünüz? Deyib anam deyir ki, boşanmış ola gecə vaxtı Sakon evinə getmirsə sən orada nə gəzirsən? Biraz özünüzə hörmət eləyin. Stupqa elədim qız uşağıdır deyə ağzımı açmadım. Mənim ağzımı açdırmasın. Deyərəm kimlər boşanıb. Mənim danışdırmasın bu TikTokda. Tutub onun ağzını cırıq-cırıq eləyərəm. Yaxşı. Eşitdiniz məni? Getsin, boşanmış qadını necə lağa qoyubsa, mən də elə qadından yol çıxmıram. Mən nə təhqir eləmirəm, nə bir şey eləmirəm. Yol getmirəm, bu qədər. Sakoya dedim, aparırsan apar, mən yol çıxmıram. İşte bu qədər. Özü bilər, gedər getməz. Kimsə mənim boşanmağımı lağa qoyursa, mən o insana hörmət eləmirəm. Kim olur olsun, mənim üçün fərqi yoxdur. Başa düşdünüz? Canlar çox 25 dəqiqə cəmaatı yükləməsin yalandan. 2-3 gün kimsə səni izləyəcək deyə özünü gicliyə qoyma. Eşitdin məni? Özünə biraz hörmət elə. Sən burada artıq söz deyən olmadı. Mən dedim ki, səndən yol çıxmıram. Baboş, sən də az aktyorluq elə. Sən deyəndə Gülsüm gəlib sənə dəymək istəyir. Dedim, mənim evimə Gülsüm gəlməsin. İndi Yox, də dörtdü də Hə, Orada mən eləm. Sən dörtdüyə qalmışsın, sən danışırsan. Hamınız ikiyüzlüsünüz, arxada danışırsınız, canlıda özünüz edirsiniz. Ailəm canlıda deyəndə Sən deydin deyən Gülsüm mənim evimə gəlməsin. Nədə? Sən elə nə? Düzdür də Əbdül. Sən deydin deyən Gülsüm Yaxınçılıq etsən bu pısı da qıcıqlanır. Deydin deyən. Bildim mən şey demədim. İndi demədin Gülsüm gəlmək istəyir. Dedi Sako ilə gəlsin Sən olan. burada mənə pis edirsən. Mən gəlsə deyərəm ki, filan Bu kəs filan qədər mənə kəs. pis edirsən, ay baboş sən. Azala mən demədim bu şeylə şəfəq. Sənə sual verirəm. Sən deyirdin deyən Gülsüm mənim evimə gəlməsin. Nəyində canlı dözü mələkliyə qoymusan? Demisən deməmsən sual verirəm sənə. Onun xasiyyəti elədir. Demisən? Bilirsən qırğındadır. Yox, mən bir şey Mənim Ay qardaş, məni niyə canlıda pis eləyib özünüzü mələk eləyirsiniz? Sətir halqası deyirsiniz mənim evimə gəlməsin. Mənim evimə girməsin. Canlıda bilir ki, mənim o qızla problemim var, yol çıxmıram. Bilə-bilə deyir ki, Gülsüm gəlməsin. Ailə bak ortası nazik. Abi o icazə al demədi bir dəqiqə məni Qardaş, bilə-bilə açırsan da. Bir adamın evine İmisən gelmeyi qırğındadır. sen niye canlıda değilsin? Qardaş mən onunla oynamırdım. Ben bundan Nədər dostsan Gelmeyi Abi. istemişsen sen niye canlıda değilsin? Sen sual Nədər verirsin. dostsan ay baboş. Nədər Cavab dostsan verirsən bilirsən mənə. qırğındadır. Ailəm Hoşun gelir benim hesaplarımdan oynamaktan sen. Billimə məhdud onu nə tər olsa söz gəlişi düşdü. Mən də nə deyim Ben size baboşda. Allah Allah kahretsin məni sizi burada. iki mənim elinizdə. Mələk edirsiniz göy heç kəsdən işimiz yoxdur. Sətr altı da hamının ağzına gələbi danışırsınız. Bəstirin də bir üzünüz olsun da sizin. Bir üzünüz olsun. Lazım olsa mən deyərdim Gülsüm də gəldi. Demək gəlmirsə gəlmir. Mən Gəl. bilirəm. Məsələn mən nə deyirəm ki, prosta özü dedi ki, gəlsən o sapıqana yollar. Durup qıraqda deyirsən Gülsüm mənim evimə gəlməsin. Sonra deyirsən Gülsümdən xoşum gəldi mənim evimə gəlsin. Aşağıda Mənim canlı, canlı maraqlı keçsin deyə ilə danışdıq. Yaxşı, yaxşı. Da eləməz, eləməz. Mən də ona pek eləmirəm. Məhdud elirdi. Canlı maraqlı keçsin deyə mən çıxardım burada. Qoy cəmaat məni söysün, siz oturun rahat oyununuzu oynayın. Yaxşı? Sən canlı maraqlı keçsin, sən narahat olma. Sən otur bəy şəhzadə yerində həmişəki kimi. Hamını elə tut özün ol mələk. Sən Allah billah qırğındadır. Ona yaxın gəlmə. Sən can qırğındadır. Yaxşı. Quran haqqı bezmişəm. Qıraqda hamısı bir-birlərini bəyənmirlər, canlıda məni pis edirlər. Ay qurban, mənim bir üzüm var, mən bir insanam. Mənim içimdə, çölümdə birdir. Məni bəyənsəz də buyam, ola bilər mən aqressivəm, amma nə var o Yaxşı, yam. ailə var, yaxşı. Başa düşürsünüz? Yoxsa sən mənim dostumsan, mənlə sən bilirsən ki, mən xoşum gəlmir, sən o söhbəti bilə-bilə açırsan canlıda. Az yox canlı maraqlı. Az bir dəfə mən son ömrümdə pek eləmirəm. Nəysə baboş, söhbəti bağlı. Vallahi eləmə. Nəysə, nə ya? Nəysə, mən danışdırmaq istəyirəm. Sən başına Danışma şeylər da. fikir ver. Görmüsən, sönür, fikir ver də sən də. Mən də gedim Məftunla şey olum, ürək olum, eləyim, nə bilim ki eləyim. Misal da kiminsə də acığına gələcək axı, belə şeylər var. Elə bir gözləyirlər dörddə açıb. Bayaqdan məhduna basıb yeyirsən, deyərdin də. Mən heç çatanda yadıma düşür. Gələsi olsaydı mən deyərdim də dünəndən. Mən bir dənə dedim ki, bayana gələ bilər. O da Eşitdin səbəb mi? nə idi? Mən deyim də haqq hesabda köməklik edəcək. Bayana ya, heç belə bir də gözün ki, Belə eləyək də, biz belə yığışaq, belə. Promoy Dur, mən ora qarşı şeyi danışaq. ərdə almışam əlindən. Promoy ora gedəyin də. Yoxsa Qəribə insanlar var həyatda. Yox, siz Öyle mənim bir də boşanmağımı lağa qoyun. Durun deyin ki, gecə vaxtı anam deyir o boşanmış ola küçüyə çıxmır. Sənin nə işin var? Ay, yaxşı da, ay, yəni yaxşı. boşanmış qız uşağına baxanda aşağı səviyyə
səviyyədə bir insandır. Bunun tərcüməsi budur, Sako. Yaxşısı da, pisi də budur, başa düşdün? Hayır. Yəni sən qız uşağı olaraq gecə Bilmədi də, çıxmırsan, bilmir. boşanmır, çıxmırsan, çıxır. Bilmədi, mən o söhbətə heç vaxt açmamışam. Gidi canlasın, mənə qarğış edir. Mən nə dedim ki, mənə qarğış edir? O küsümün canında nələr var? Dedim canlıda səndən gəlir gəlsin, mən başqa maşınla gedim. Dedim o sözü. Söda. Hədə yaxşıdır, qutar oyna. Mənə niyə söz söhbətə qatırsınız? Sən elədin də. Hə baboş. İstəmirəm də ay qardaş. Kimsə mənim boşanmağımı lağa qoysa mən yol çıxmaq istəmirəm. Bu mənim şəxsi fikrimdir. Paxılam, qurtluyam, nəyəm özümə. Vsyo. Mən qorxuram qız uşaqları ilə yol çıxmaqdan. Açıq-aşkar deyirəm sizə, biləsiniz. Qorxuram. Qorxuram ay bacı. Mən problem istəmirəm yaşamaq. İstəmirəm də. Mən özümü atviçatam. Başqalarına atviçat deyiləm. Mən də Ağrım baboş ağrıtmağa ağrım. baboş uşaqlardan qorxuram. Evdə getməkdə. Getmirəm bir maşında yol. Gediblər özləri getsinlər. Bax sən aya bir dön. Minizən haqq ezamlar. Əslə. Sən açdın da ha. Heç. Mən yaxşı Gəlin, elədim. gəlin, gəlin. Bəli, mən yaxşı elədim. Mənim xəbərim olmadan yol ki, adamı qoşursan mənə. Xeyr, qoşulmamışdı. O söz gəlişi elə belə dedi. Mən yoxam, Gəlin. mən deyirsən ki, filan kəs səndən gələcək. Elə belə dedi, elə belə Aa, dedi. gitsə, bə cəmaət də deyir ki, filan kəs də gəl səndən. Açmalıyam da söz. Sana gəlsin bu malı. Mənim xəbərim yoxdur, mənim böyrümə qız qoşmuşsun. Bilə-bilə mənə sözləşdirlər. Mən bilmirəm, mən dostum kimdir, düşmənim kimdir.